Deməli, dövrü qanunun ətraflı yazılı cavab tələb olunan tapşırıqlarına baxırıq. Dövrü qanunu. Birinci sual. Element X-dir. Sıra nömrəsi 19-dur. O birisi element Y-dir. Sıra nömrəsi 16-dır. Bizə nə deyir? X və Y-dən əmələ gəlmiş birləşmənin 1 molunda atomların mol sayı. Və mən burada formul qurmalıyam. 19-u paylayanda gəlir 4s1 olur. Deməli, X birinci qrupun elementidir və valentliyi olacaq sabit 1. Y-i paylayanda 16-nı eləyir 3s2, 3p4. Deməli, Y 6-cı qrup elementidir. 6-cı qrupda 2, 4, 6 valentlik göstərir. Və X metal olduğuna görə X-lə minimum, yəni 2 valentli olacaq. Formul olacaq X2Y. 1 molunda atomların mol sayı olacaq 3 mol. Desəydi atomların sayı 3 vur altdan %2 yazardım. Dedi ki atomların mol sayı ise 3 mol. Və elektronların mol sayını hesabla. X-da 19'dur. 2 dənə X olduğuna görə 2 vur 19 üstə gəl. Y-də də 16'dır. 38'dir. Bu da 16'dır. Eləyir 54. Bu da ikincinin cavabı. İkinci sual. Sıra nömrəsi 24 olan element atomunda. X 24. 24'ü paylayıram. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s2, 3d4. Amma bilirəm ki, d4 olmur. Tez s-dən keçid edirəm. Olur 4s1, 3d5. Bunu bu şəkildə saxlamıram. Və deyir ki, tək elektronların, ümumi elektronlarının neçə faizini təşkil edir? S-də bir orbital, bir elektron təkdir. D-də 5 dənə orbital, 5 elektron. 5-i də təkdir. Tək elektron elədi 6 dənə. Ümumi elektronların neçə faizini təşkil edir? 6x faizdir. Ümumi elektron 24'dür. 24 də 100 faizdir. X eləyir, deməli 4'də 1, yəni 25 faiz. Bir dənə soruşur məndən. Üçüncü energetik səviyyədə olan elektronların sayı. Üçüncü energetik səviyyə. 3s2, 3p6, 3d5. 2, 6, 5. Eləyir 13. Deməli, burada X-dır, 37, 17, yükü də N-dir. İyonunun tərkibində proton, neytron, elektron cəmi, proton, neytron, elektron cəmi 55'dir. Proton 17'dir, yazıram. 17 üstə gəl. Neytron 37'dən 17'ni çıxıram, eləyir 20, üstə gəl. Elektron bilmirəm, yazıram bərabərdir 55. 20 ilə 17, 37 üstə gəl bərabərdir 55. Elektron da bərabərdir. 55'dən 37'ni çıxıram. O da eləyir 10. Deməli, 55'dən 30'u çıxıram. 25, 25'dən də 7'ni çıxıram. 18 eləyir. Elektron sayı 18'dir. X-dır. 17'dir. Elektron sayı 18'dir. Elektron protondan bir vahid çoxdursa, deməli yükü -1'dir. Bunu tapdıq. N -1. Bir də deyir ki, Y 9, 19, N. İyonunda olan elektron sayı. N'i nə tapdıq? -1. Y 9, -1. İyonunda neçə elektron olacaq? -1 o deməkdir ki, elektron bir vahid çoxdur. Elektron alıb. 9'un üstünə 1 eləyir 10. Elektron sayı 10. Deməli, burada 2 iyon verir. Birincisi X-dır. Kütləsi 40'dır. Proton sayı 2'dir. Yükü 2 müsbətdir. Neytron sayı A-dır. 40'dan çıxıram 20. Elədi 20 neytron. Bu da A-dır. Deməli, A 20'dir. Bunu tapdım. Elektron sayı B'dir. Müsbət 2 o deməkdir ki, 2 elektron verib. Yəni, elektron protondan 2 vahid azdır. Proton 2 vahid çoxdur. Müsbət 20'dirsə, elektron eləyəcək 18. Yəni, B 18'dir. Bunu da tapdıq. İndi düşdük aşağı. Y 36, M, N.
Neytron sayı A'dır. Neytron sayı A 20'dir. 36'dan 20'ni çıxanda qalır 16. M eləyir 16. Elektron sayı B'dir. B də neçədir? 18. İndi Y-in 16 dənə protonu var, 18 dənə elektronu var. Elektron protondan 2 vahid çoxdur. Deməli, mənfi 2-dir yükü. Yəni, N mənfi 2-dir. N mənfi 2 oldu. M isə 16 oldu. Deməli, burada ion verib mənə X, yükü 2 müsbət, proton sayı A'dır. Neytron sayı da A'dır. Elektron sayı da B'dir. Müsbət 2 nə deməkdir? O deməkdir ki, proton elektrondan 2 vahid çoxdur. Yəni 2 elektron verib B olub. Yəni B nəyə bərabərdir? A çıx 2-yə. Yəni elektron protondan 2 vahid azdır. B'nin qiymətini tapdıq. A'dakı elə A'dır. Və mənə nə deyir? B böl A 0,9'dur. B A çıx 2'dir. A da elə A'dır. Bərabərdir 0,9. A çıx 2 bərabərdir 0,9 A. Bu tərəfə gedir 0,1 A bərabərdir 2. A da bərabərdir 20. A'nın qiymətini tapdıq 20. Və X elementinin nisbi atom kütləsini soruşur. X elementinin proton sayını 20 tapdıq. Neytron sayını da mənə A verib. Yəni elə o da 20'dir. Onda kütləsi də olacaq 40. Aha, sonra 6-cıya baxırıq. 3-cü dövr elementləridir. X, bir də Y. X-in baş oksidinin formulu XO-dur. Yəni ikinci qrupdur. 2 valentlidir. Demək ki, ikinci qrupdur. X 3-cü dövr, ikinci qrupdur. 3-cü dövr dediyinə görə S-dən əvvəlki rəqəm 3 olur. İkinci qrup dediyinə görə elektronların cəmi 2 olur. Və X-in proton sayını soruşur məndən. 3s2-yə qədər əvvəlləri paylayıram. 1s2, 2s2, 2p6, 3s2. O da elədi 12. X-in proton sayını tapdıq 12. Sonra məndən nə soruşur? Y. Baş oksidinin formulu Y2O5'dir. Bu 5-ci qrup deməkdir. 5 valentlidir. Demək ki, Y 5-ci qrupdur. 3-cü dövrün dediyinə görə S-dən əvvəl yazıram 3. 5-ci qrup dediyinə görə yazıram S2, P neçə olur? 3. Çünki cəm 5 olmalıdır. Və Y atomunun minimum oksidləşmə dərəcəsi. 5-ci qruplar minimum, maksimum müsbət 5'dir, minimum mənfi 3'dür. Və salam, mənfi 3. Sonra baxırıq, burada dövrü cədvəldən bir parça verib, 7 dənə qrup verib, 3 dənə də dövr verib, kiçik dövrdən bir parça verib. T və L əmələ gətirdiyi birləşmə molekulunda elektronların sayı. Baxıram, T harda yerləşir? Deməli, 1, 2, 3-cü dövr, 1, 2, 3, 4, 5, 6, bir də 7-ci qrup. Deməli, X yerləşir 1-ci dövr 1-ci qrupda, T yerləşir 3-cü dövr 1-ci qrupda, Y yerləşir 2-ci dövr 5-ci qrupda, Y dövrləri belə bölək. L yerləşir 3-cü dövr 7-ci qrupda. Bu şəkildə. İndi bizə deyir, T və L-in əmələ gətirdiyi birləşmə molekulunda elektronların sayı. T 1-ci qrupdur, sabit 1 valentlidir. L 7-ci qrupdur. 7-ci qruplar 1, 3, 5, 7 göstərir və 1-ci qrup metalla birləşinə görə minimumu göstərəcək. Formul budur, TL. Molekul deyir ki, əmələ gətirdiyi birləşmə molekulunda elektronların sayı. T 3-cü dövr 1-ci qrupdur. Yəni elektron formulu 3s1-dir. Və əvvəlləri paylayıram. 1s2, 2s2, 2p6. 3s1 eləyir 11. T'də 11'dir. Üstə gəl. L 3-cü dövr 7-ci qrupdur. Yəni 3s2, 3p5'dir. O da eləyir 17. Və cəm eləyir 28. Bunu tapdıq.
Sonra X və Y-in əmələ gətirdiyi birləşmə molekulunda rabitələrin yaranmasına iştirak edən elektron sayı. X birinci dövr birinci qrupda 1 valentlidir. Y 5-ci qrupda yerləşir. 5-ci qrupda yerləşir və 3 və 5 valentlidir. X-la birləşdiyinə görə minimumu göstərəcək. Olacaq formul X3Y. Rabitənin yaranmasına iştirak edən elektron sayı. Y X-la 3 dənə rabitə yaradıb. Bir rabitə də 2 elektron tərəfindən yarandığına görə 3-ü vururam 2-yə, eləyir 6 elektron. Rabitələrin yaranmasına iştirak edən elektron sayı 6-dır. Sonra 8-ə baxırıq. X-dır, elektron formulu NS2-dir, NP deməyib neçə A-dır. Sonra Y NS2-dir, NPB-dir. Bu A-dır, bu B-dir. Valent elektronlarının cəmi 10-dur. Yəni, ikisi bir yerdə, bax bu 2 ilə A, 2 ilə B, bu cəmi 10-dur. Və mənə deyir ki, X elektromənfilik ən böyük olan elementdir. Elektromənfilik ən böyük 7A qrupunda yerləşir. Deməli, X 7A-dadır. 2 buradadırsa, onda A 5-dir. Burada cəmi 7 oldu. Burada 2-dir. 9. Deməli, B neçə olacaq? Cəm 10 olmalıdır. B olur 1. Və A-nı deyir tapın. A tapdıq 5-dir. Və B-nin qiymətini hesablayın. B-nin qiymətini necə hesablayıram? 2 üstə gəl 5, üstə gəl 2, üstə gəl B. Bərabərdir cəmi 10 elektron. 9, B də eləyir 1. Vəssalam, hesabladıq, tapdıq. 9-a baxırıq. X 24. 24. Atomunun normal vəziyyətində xarici təbəqəsindəki elektron sayı. 24-ü paylayıram. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s2, 3d4. D4 olmur. S-dən biri gedir. Olur 4s1, 3d5. Və xarici təbəqəsi bunun 4-cü təbəqədir. Çünki 4 dənə təbəqəsi var. Xaric ən sonuncu yerləşəndir. 4-cü təbəqə. Orada da bircə elektron var. Deməli, A eləyir 1. İkinci nə deyir? Y9, Z13. Əmələ gətirdiyi birləşmədə atomların sayı. 9-u paylayıram. 2p5, 7-ci qrup eləyir. Y 7-ci qrupdur. Z-i paylayıram 13-ü. 1s2, 2s2, 2p6, 3s2, 3p1. Bu da eləyir 3-cü qrup. 3-cü qrup 3 valentlidir. Y 7-ci qrupdur. 1, 3, 5, 7 göstərir. 3-cü qrupla birləşəndə minimumu göstərəcək. Yəni 1. Formul olacaq ZY3. Məndən nə soruşmuşdu? Birləşmədə atomların ümumi sayı. Bir dənə Z var, 3 dənə Y var. 4. Deməli, B-nin qiyməti 4-dür. Sonra 10-cuya baxırıq. Deməli, XO4 mənfidir. Elektronların ümumi sayı 58-dir. Buradan tez X-i tapıram. X üstə gəl, oksigen 8-dir. 8 vur 4. Bir dənə mənfi o deməkdir ki, birini də alıb. Üstə gəl 1, olub 58. 32, 33. X bərabərdir 58 çıx 33. X bərabərdir 25. X-in dövrü sistemdə mövqeyini tapın deyəndə 25-i paylayıram. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s2, 3d5. Dövrü sistemdə mövqe deyəndə S-dən əvvəlki rəqəm 4-cü dövr, elektronların cəmi 7-ci qrup, sonuncu D-yə düşdüyünə görə B yarım qrupu. Bir dənə soruşur, X atomunda P elektronların sayı bütün elektronların sayının neçə faizini təşkil edir? P elektron 2p6-da 6 dənədir, 3p6-da 6 dənədir. Elədi 12 dənə.
Bütün elektronlar neçə faizin? Bütün elektron 25'dir. 25 100%'dir. 12 x faiz. X bərabərdir 12 vur 100 böl 25. O da eləyir 48%. 11-ci. Deməli x-dır, y-dir. Dövrün nömrəsi 3'dür. Deməli 3s, 3p'dir. Və normal halda yarım səviyyələrdə olan elektronların sayı A-dır. S-də A-dır, P-də A üstə 4'dür. Bunun əvvəlləri var. Yazıram 1s2, 2s2, 2p 6. 3s2, 2 4 6. A elədi 6. P'də nə qədərdir? A üstə 4. Yəni 10 dənə. 6'sı buradadırsa, bura 4'ü qalır. X'in formulunu tapdıq. İndi düşdük Y-ə. Y ikinci dövrdür. 1s2, 2s, bir də 2p'dir. S-də deyir S-də elektron sayı deyir B-dir. Buraya 2 yazıram. B neçə oldu? 4. P'də elektron sayı B üstə 1'dir. Yəni 5'dir. B üstə 1. Yəni 5. Bu da belə. İndi mənə nə deyir? X'in dövrü sistemdə yeri. X 3s2 3p4'dür. Yəni 3-cü dövr 6-cı qrupun A yarım qrupu. Bu oldu 1. X və Y-in əmələ gətirdiyi birləşmənin formulu. X 6-cı qrupdur, Y 7-ci qrup. Y-ə baxırıq ki, 2s2 2p5 ən böyük elektron-mənfi elementdir. Yəni Y mənfi olacaq və sabit bivalentli olacaq. Mənfidirsə minimumu göstərir 1. X isə 6-cı qrupdur və Y ən böyük elektron-mənfi olduğuna görə X maksimum valentliyini göstərir. Yəni 6 olur. Onda olacaq X, Y 6. Deməli 12'yə baxırıq. 3-cü dövr elementləridir X. 3-cü dövr dediyinə görə 1s2, 2s2, 2p6, 3s2, bilmirəm, 3s, 3p yazıram. Və mənə deyir ki, S-də A-dır. S-də də A-dır. P-də də A-dır. Yəni bərabərdir. S-də 2, 4, 6'dır. P-də də 6'dır. Deməli 3p 0'dır, yoxdur. Elektron formulu budur X-in. Sonra Y. 3-cü dövrdür. Yenə 1s2, 2s2, 2p6, 3s, 3p saxlayıram. A'dakı elektronların sayı S-də A'dır, P'də A üstə 2'dir. S-də A'dırsa 2, 4, 6. A 6'dır. B'də isə P orbitallarında A üstə 2'dir, yəni 8'dir. 6'sı buradadırsa, deməli burada olacaq 2 dənə. 3s2, 3p2. Bu da Y-dir. Z-də baxırıq. Z də yenə 3-cü dövrdürsə 1s2, 2s2, 2p6, 3s, 3p. A üstə 5. A'dırsa yenə bu 6'dır. 2, 4, 6, S'də 6'dır. P'də də A üstə 5. Yəni 6 üstə 5, 11. 6'sı buradadırsa, bura qalır 5'i. Bu da Z. İndi deyir X'in Y ilə. X ilə Y-in birləşmənin formulunu yazmalıyam. X 2-ci qrupdur, 3s2 metaldır. Y 4-cü qrupdur. 4-cü qrup 4 valentlik göstərir. Və formul olacaq X ixtisar gedir, X2Y. Bir də Y-in Z ilə. Bu oldu 1. Y-in Z ilə. Z 7-ci qrupdur. Y 4-cü qrupdur. 4 valentli. 7-ci qrup 1, 3, 5, 7'dir. Y-lə olacaq 1. Minimum olduğuna görə. Və formul Y, Z 4 olacaq. Sonra 13'ə də baxaq. X və Y atomlarının proton cəmi. Y-dir. Bunda A'dır, bunda B'dir. A üstə gəl B bərabərdir 40. A çıx B bərabərdir 8. Buradan A nəyə bərabərdir? 8 üstə gəl B'yə.
Bu 8 üstə gəl B-ni aparıb burada yerinə qoyuram. A-nın yerinə olacaq 8 üstə B bərabərdir 40. 2B bərabərdir 32, B də bərabərdir 16. A üstə B 40 idi. B 16'dır. Yazıram. A üstə gəl 16 bərabərdir 40. A da bərabərdir 40-dan 16-nı çıxıram, eləyir 24. A-nı da tapdım, B-ni də tapdım. İndi deyir XO4 2 mənfi, bir də iyonlarda elektron sayı. XO4 2 mənfi. X-i nə tapmışam? X A idi. A-nı tapdım 24. Yazıram. 24 üstə gəl. 4 vur 32. 4 vur 8. Yəni oksigen. 24 ilə 4 vur 8 32 eləyir. 24 ilə 32 eləyir 56. Mənfi 2, yəni ikisini alıb üstə gəl 2 olub 58. Bunu tapdıq. Bir də YO4 2 mənfidə. Elektron sayı. Y B'dir 16'dır. 16 üstə gəl 4 vur 8. Bir də bu 2 var. Üstə gəl 2. 4 vur 8 32, o da 16. 48. 2 də gəlirəm eləyir 50.